Güclü qadın ağla gələndə ilk dəfə zəriflik, xanımlıq gəlir ağla, amma hər qadının daxilində məncə güclülük var. Sadəcə onu üzə çıxarmaq lazımdır. Uşaq vaxtı arzulamışam polis olmaq, amma qismət olmayıb. Yenə də bu sahəyə yaxın mühafizə işi seçdim. Mən eşitdim ki, burada mühafizə vakansiyası var xanımlar üçün və mən müraciət etdim. Müraciətimə əsasən baxıldı və HR-la görüşdüm. Uyğun olduğum üçün işə qəbul oldum. İlk olaraq işimi Ara Supermarketdə sabunçu filialından başlamışam. Hal-hazırda da Ara Supermarket baş ofisində çalışıram və işimi uğurla öhdəsindən gələ bilirəm. İşimiz səhər saatlarında başlayır və işə başlayarkən təbii ki, xoş aura ilə başlayırıq. Təhlükəsizlik əməkdaşlarının işi ofisin ümumi nəzarətidir və o ümumi nəzarətinə biz diqqət yetiririk. Ara Supermarket həqiqətən karyera inkişafında çox gənclərə, çox insanlara dəstək olur. Bu yolda xüsusilə də qadınlarımıza diqqət göstərirlər, dəyər verirlər. İstər marketimizdə, istər ofisdə təhlükəsizlik əməkdaşının işləri biraz çətin olur. Bu məsuliyyəti, bu ağırlığı, görünüşü qoruyub saxlamaq lazımdır. Adətən mühafizə işində əks cinsin nümayəndələrini biz görə bilirik və ağla ilk onlar gəlir, amma xeyr, qadınlarımız da bacarır bu işi. Və mühafizə işində neçə xanımlarımız, neçə qadınlarımız var. Elə Ara Supermarketin öz şəbəkəsində, nəzarət işində təhlükəsizlik əməkdaşı kimi öz işlərini bacara bilirlər. Qadın mühafizəçi ümumiyyətlə həm ruhən güclü, həm fiziki güclü olmalıdır və sağlam olmalıdır və sağlam düşüncələrlə işini davam etdirməlidir. Buna görə də mən əlavə məşğuliyyətim olaraq Neftçi klubunda İlham müəllimin yanına MMA ilə məşğulam. Bu idman növü ilə məşğul olmağım mənə çox ruh yüksəkliyi verir və bu da təbii ki, mənim gündəlik iş rejimimə müsbət təsir edir. Gələcəkdə bu işlə məşğul olmaq istəyən və bu işə gəlmək istəyən xanımlara öz məsləhətimi bildirmək istərdim ki, güclü olmağı bacarsınlar və içərisindəki o gücü itirməsinlər. Hər şeydən əlavə mən bir anayam, bir oğul, bir qız anasıyam və hər gün işə gəlməzdən öncə mən onları səhər məktəbə yola salıb işimə gəlirəm və mən düşünürəm ki, hər bir qadın həm karyerasından əlavə öz övladlarına da maraqlanmalı, diqqət göstərməlidir, xüsusilə də qız uşaqlarına diqqətini əsirgəməməlidir. Onu qeyd edərdim ki, qız övladımı da özüm kimi gələcəkdə güclü və cəsarətli görmək istərdim.